Salam hörmətli izləyicilər. Hal-hazırda biz Fethiye bölgəsindəyik və burada ən mükəmməl otellərdən birindəyik. Liberty Fabay otelində. Nəzərinizə çatdırmaq istəyirik ki, Liberty Fabay oteli 2021-ci ildən fəaliyyət göstərir və bu bölgənin ən möhtəşəm otellərindən biridir. Biz burada olduğumuz müddətcə otel haqqında geniş məlumat verməyə çalışacağıq. Otelin mənfi və müsbət cəhətlərini sizə təqdim edəcəyik. Bugün 25 iyun 2026-cı ildir. Fethiye üçün sezonun əvvəli olmağına baxmayaraq, otel artıq 90-95% doludur. Bura otelin resepsiyonudur. Girişdən sizi belə bir sunumluq qarşılayır. Otelin ərazisinə girər-girməz artıq o fərahlığı hiss edirsiniz. Burada olduğumuz bir həftə ərzində oteli sizə dərindən təqdimat eləməyə çalışacağıq. Liberty Fabay'ın gecəsi ayrı, gündüzü ayrı bir gözəldir. Bura bu oteldə ən çox bəyəndiyim yerlərdən biridir. Sanki kiçik bir şəhərcidir. Burada restoranlar var, mağazalar var. Bu yolun sonu da baseynə və plaja gedir, çıxır. Oteldə 7 restoran var. Buna ana restoran da daxildir. Ondan əlavə aliakart restoranları var. Asiya mətbəxi, İtalyan mətbəxi, Hind mətbəxi, grill restoranı mövcuddur. Və hardasa təxmini 10-11 ədəddə barı var. Burada pastacını görürsünüz. Saat 24:00-a qədər açıq olur. Ondan əlavə qarşıda bir sinək barı var. O da saat təxmini 24:00-a qədər açıqdır. Həqiqətən bu istiqamət mini bir şəhərcik atmosferi yaradır. Mira restoranıdır, otelin ana restoranıdır. Olduqca böyük ərazisi var. Bilmirəm, ora səsi gəlir tam aydın şəkildə yoxsa yox. Artıq şou proqram başlayıb. Hər axşam bir-birindən maraqlı, fərqli ən əsaslı şou proqramlar var, əyləncələr var. Biz də yavaş-yavaş o istiqamətə doğru gedirik. Otelin ərazisi həqiqətən çox böyükdür. Burada istirahət üçün, insanlar üçün demək olar ki, hər şey düşünülüb. Burada da canlı musiqidir. Bu restoran 24:00-a qədər hər gün açıq olur. Restoranı var ya, restorana girince hemen orada tuvalet var. Solda. Hal-hazırda oteldə axşam saat 11-in yarısıdır. Amma müştərilər dincəlirlər. Amfiteatra doğru yola düşürük. Burada böyük bir bar var. Otelin ən böyük barıdır. İnsanlar əylənir. Axşam görüntüsü otelin möhtəşəmdir. Ətraflı göstərməyə çalışacağıq. Baseyn işıqları falan çox gözəldir.
Bugün Anadolu gecəsidir. Show proqramda nəzərinizə çatdırmaq istəyirik ki, 2026-cı ilin 26 iyun ayıdır. Sezon tam ortası deyil, amma gözəl vaxtlarından biridir. Oteldə doluluq demək olar ki, 90-95% doluluq var. Amma otelin ərazisi böyük olduğuna görə hiss elətdirmir. Və restoranları, açıq restoranları çoxdur. 3 aktiv, pulsuz açıq restoranları var. Səhər yeməyi də yeyə bilərsiniz orada. Axşam yeməyi də fərq eləmir. Yaxşı kadrlar əldə etməyə çalışacağıq. Nə qədər yaxşı çəkiş eləməyə çalışsaq da, sözsüz ki, canlı izləmək başqa bir zövqdür. Görürsünüz, oteldə nə qədər müştəri var. Möhtəşəm bir show proqramdır. Nəzərinizə çatdıraq ki, burada bar da var və istənilən sifarişinizi bardan götürüb öz masamızda əyləşib istifadə edə bilərsiniz. Masaların yerləşməsi çox mükəmməldir. Əyləşirsiniz, rahat şəkildə konsert izləyirsiniz. Ondan da əlavə istədiyiniz içkiləri buradan sifariş edə bilirsiniz. Baxın, bu saatda sahildəki barda fəaliyyət göstərir. İnsanlar orada da əyləşiblər. Otelin bütün arasında insanlar dincəlirlər. Kimisi kofe içir, kimisi spirtli içki içir. Kimisi konsertə baxıb əylənir. Kimisi sadəcə ailəsi ilə gəzir. Burada 5 tane alakart restoran var. Çin, İtalyan, Avropa vesaire.
burada əylənirlər. Səhnənin arxasından. Bütün otel tam şəkildə fəaliyyət göstərir. Gecə saat 2-yə qədər demək olar ki, belə olur. 1-2 arası artıq yavaş-yavaş sakitləşir. Hava çox xoşdur. Çox isti deyil, bürkü yoxdur. Antalya'dan fərqli olaraq. Fethiye'nin çox gözəl havası var. Və ən gözəli, mənim çox xoşuma gələn bax bu binaların 3 mərtəbə olmasıdır. Bu binaların arasında hətta hovuzlar belə var. Məsələn, 2-ci mərtəbədə. Bu arxitekturu mən çox bəyəndim. Otel öz lüksluğunu böyük binalarla və yaxud böyük ərazi ilə sübut eləməyə çalışmır. Otel sadəcə göstərir ki, yüksək səviyyədə xidmət, dadlı yeməklər, gülərüz personal, mükəmməl təmizlik, street abu-havası, yəni sanki hansısa bir ticarət küçəsində gedirsiniz və sağda və solda restoranlar, barlar, kafelər, şirniyyat evləri və s. Hal-hazırda Liberty Favaya Otelinin dənizinə, plajına gedirik. Əraziyə gedərkən bu cür amfiteatra çıxa bilirik. Burada bizim barımız var. Plaja gedərkən plajın ərazisi olduqca böyükdür. Hal-hazırda sezonun ən yaxşı vaxtlarından biridir. Buradan plaja çıxacağıq, dənizə çıxacağıq. Dənizdən gözəl mənzərəmiz var. Deməli, əziz qonaqlar, burada şezlonqlardan istifadə edə bilərsiniz. Hər iki ərazidə. Plajımız böyükdür. Dənizimiz təmizdir. Qumsal. Çox əla qumu var. Təmiz, səliqəli. Hava olduqca xoşdur.
Buradan belə bir mənzərə açılır. Bugün çəkiş edildiyimiz vaxtı hava çox gözəldir. Külək çox sakitdir. Dəniz də sakitdir. Otelin ərazisində çox maraqlı güşələri var. O güşələri bir-bir çalışıb sizə göstərəcəyik. Təbii ki, buna zamanımız yetməyə bilər. İnsanlar istirahət edir, onların istirahətini korlamaq istəmirik. Plajın barını göstərməyə çalışdım sizə. Ərazi olduqca genişdir, böyükdür. Qumluq və yaşıllıq ikisi bir arada. Burada belə bir musiqili istirahət güşəsidir və böyük bir bardır. Bu ayrıca dənizin öz barıdır, sahilin barıdır. Barda istədiyiniz xarici, yerli soflar, içkilər, hər cür isteğe uygun hər cür içkilər var. Gördüğünüz kimi bütün dünya brendləri demək olar ki burada var. Kofe, çay da götürmə imkanı var. Belə bir böyük bir ərazidir. Musiqimiz isə canlıdır. Tam barın arxasında, dənizin barın arxasında belə bir güşə var. Sakit öz istirahətinizi burada da davam edə bilərsiniz. Tam barın arxasıdır. Otel mükəmməl planlaşdırılıb. Ərazi balaca bir şəhərciyi xatırladır. İstirahət şəhərciyi kimi bir proyekti var. Binaları hündür deyil. Əksəriyyəti dənizə baxandır. Dənizə çıxışları çoxdur. Hal-hazırda şam yeməyi zamanıdır və biz ana restorana şam yeməyinə daxil olacağıq. Göstərəcəyik ki, Liberty Fabay otelində bugünkü şam yeməyinə nələr verilir. Xatırladaq ki, bu tip otellərdə yeməklər hər gün eyni olmur, dəyişkən olur. Hal-hazırda belə bir lövhəmiz var. Burada göstərilir ki, nələr var. Daxil oluruq restorana. Biz artıq şam yeməyini yemişik. Burada qeyd olunur ki, saat neçədən neçəyə restoran işləyir. Lunch, dinner, breakfast. Restoranın arxitekturu çox mükəmməldir. Çox mükəmməl bir arxitekturası var. Sadə elementlər
Mükəmməl dizayn. Daxillər restoranın yeməklərini çəkək. Daxillan kimi burada çörəklər bölməsidir. Bugün qidalanmada daha çox təmiz məhsullar istifadə olunur. Bu cür məhsullardır. Onu məlumat verə bilərik ki, restoranda yeməklər çox dadlıdır. Oteldə yeməklər çox dadlıdır. Adətən Türkiyə otellərində yeməklər duzsuz, bəzən olur. Amma burada yeməklər çox fərqlidir və dadlıdır. Dəniz məhsullarıdır. Meyvə tərəvəz bölümüdür. Şirniyyat bölümüdür. Restoran olduqca böyükdür və hələ ki şirniyyatların dadına baxmamışıq, amma yeməyimizi yemişik və ondan rəyimiz irəli gəlir ki, bildirir ki, yeməklər çox dadlıdır və çox fərqlidir. Ola bilər ki, bu yeməklər bugün belə fərqlidir. Yəni, bugün balıqlara, midilərə daha çox üstünlük verilir. Burada balıq təamları var, kalmar və digər təamlar var. Mən sadəcə üzdən göstərəcəm. İtalyan mətbəxi. Bu cür ördək və qazətlərdir. Burada xüsusi hazırlanma ilə nümayiş olunur, verilir. Mididir. Salatlar, pendirlər, bir sözlə hər şey. Sushi bölmənizi göstərəcəm. Sushi bölməsi çox maraqlıdır. Bu cür suşilər var. Salmon balığı və hal-hazırda boşalır, amma yenilənir. Dərhal yenilənir, dərhal dolur. Nəzərimizə çatdırmaq istəyirik ki, ana restoranın ərazisi çox böyükdür. Belə bir böyük açıq terası var. Yetərincə müştəri var. Sezonun mövsümün pikinə az qalıb. İyun ayının sonu üçün yetəri qədər qonaq var. Amma buna baxmayaraq boş yerlər mövcuddur. Yəni insanlar rahatlıq şəkildə əyləşirlər, yer tapırlar, dəyərləndirirlər, qidalanırlar, əylənirlər və s. Ümumilikdə bütün otelin dizaynı bir stildədir və çox gözəl arxitekturası var.
Qapalı zonası da genişdir. Mənim ən çox bəyəndiyim zona buradır. Burada belə bir bar var. Sizin yaxınlaşıb bardan nəsə sifariş verməyə ehtiyac yoxdur. Siz sadəcə əyləşib, yeməklərinizi yığıb, əyləşib sifarişinizi, içki sifarişinizi verə bilərsiniz. Bax, bu cür gözəl dizayn var. Yetəri qədər də genişdir. Hal-hazırda biz otelin tam mərkəzindəyik, ana küçədəyik. Burada böyük bir restoran yerləşir. Bir hissəsində baseyndir, bir hissəsi dənizə çıxışdır. Bu restoran iki hissədən ibarətdir. Snack bardan və restorandan, alakart restorandan. Hər ikisi tam şəkildə ödənişsizdir. Əyləşirsiniz, rahat şəkildə bu cür daxil olursunuz. Saat 12-dən fəaliyyət göstərir. Hal-hazırda bağlıdır. Menü ilə istədiyiniz yeməyi, içkini, salatı zakaz edirsiniz. Gördüyünüz kimi bir hissəsi birbaşa ana hovuza çıxışdır. Restoran kifayət qədər böyükdür, rahatlıqla əyləşə bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, Astrel şirkəti olaraq bizdən 30% ilk ödənişli tur paketlər əldə edə bilərsiniz və hissəli ödənişlə ödəmələri həyata keçirə bilərsiniz. Restoranın digər hissəsi snack bardır. Biz buradan yolumuza davam edirik. Həm də bunu bildirmək istəyirik ki, bizdə tur paketləri kreditlə də əldə edə bilərsiniz. 3 aydan 18 aya qədər aylıq ödənişlər mövcuddur. Bu küçələrlə siz rahat şəkildə otelin ərazisində hərəkət edirsiniz və dəniz istiqamətinə doğru gedə bilirsiniz. Dəniz istiqamətinə gedərkən 4-5 çıxış var. Rahat şəkildə, heç kəsə mane olmadan. Ümumiyyətcə otelin 95% dolu olduğunu otel hiss elətdirmir. Ərazi genişdir deyər. 5 hektar ərazisi var ümumilikdə. Və baseynləri çoxdur, genişdir. Ona görə də qonaqların çox olması hiss olunmur oteldə. Gördüyünüz kimi baseynin barıdır. Hovuzda çimərkən istədiyiniz içkiləri zakaz edə bilərsiniz. Çox gözəl hava var. Təxminən 32-33 dərəcə isti var. Hava Antalya'dakı kimi nəmişkən deyil. Rütubət azdır. Otelin yetəri qədər personalı var və ona görə müştərilər komfort hiss edirlər. Yəni dərhal xidmət, əyləşdiniz restoranda dərhal xidmət göstərilir. Gəldiniz hovuzun qırağında əyləşdiniz, dərhal yaxınlaşırlar, dərhal xidmət göstərirlər. Sifarişlərinizi vaxtında çatdırırlar. Bunu bilmək lazımdır ki, hal-hazırda sezondur. Sezon vaxtı xidmətlə bağlı müəyyən otellərdə problemlər olur. Sözsüz ki, bu Liberty Fabaya aid deyil. +16 hovuz da mövcuddur. Burayı uşaqları buraxmırlar. Burada yalnız böyüklər istirahət edir. 16 yaşdan yuxarı şəxslər istirahət edə bilir. Bu da otelə xüsusi bir gözəllik qatır. Yəni əgər cavan cütlüklər gəlibsə, cavan ailələr gəlibsə, onlar ayrıca dincələ bilərlər.
Otel sanki həm 16+ konsepsiyası var, həm ailə konsepsiyası var. Hər ikisini normalda bu cür konsepsiyalar otellərdə fərqli olur. Məsələn, otel tam olaraq 16+ olur və yaxud otel tam olaraq kids conception olur. Burada isə hər ikisi bir yerdədir. Bu hovuz bu küçədir. Yuxarıdakı 16+ hovuzdur. Bu böyük hovuzlardır, ana hovuzlar. Bu istiqamətdə hərəkət eləyəcəyik. Biz sizə hal-hazırda göstərdik ki, otel böyüklər üçün də nəzərdə tutulur və hal-hazırda gedirik uşaqların əylənə biləcəyi yerə. Bu küçənin başında öz övladlarınızı apara bilərsiniz. Ərazi çox möhtəşəmdir həqiqətən. Əraziyə tam qulluq olunur. Otlarına, dərmanına. Bütün detallara fikir verilir. Yaxınlaşırıq Kids Club-a. Buradan Kids Club-dan sizə akvaparkı göstərməyə çalışsam, akvaparkın arxasında olacaq. Bura akvaparkın arxasıdır. Qabağından da çəkiliş olunub. Daxil olacaq Kids Club-a. Kids Club səhər saatlarından fəaliyyət göstərir. Uşaqlar burada öz yaşlarından asılı olmayaraq dincələ bilirlər, oynaya bilirlər. Görürsünüz, qapı avtomatik açıldı. Resepsiona daxil olduq. Resepsiyon bizə burada məlumat verdi ki, uşaqları çəkmək olmaz. Ona görə biz yalnız ərazini çəkirik. Bu açıq hissəsidir. Öz balaca səhnəsinə kimi var. Ora game centerdir. Yaşı 5 yaşdan yuxarı olanlar üçün game centerdə mövcuddur. Bura isə körpələr üçündür. Bu isə konsert təşkil olunan bir yerdir. Körpələr üçün. Yaşıllıq, təmiz hava, uşaqların əyləncəsi üçün hər bir şey mövcuddur. Dənizə çıxışımız çoxdur və o çıxışlardan birindən hərəkət edəndə belə bir yerə rast gəlirik. Burada cürbəcür sinəklər mövcuddur. Ümumiyyətcə kölgəli bir besetka tipli bir ərazidir, böyük ərazidir. Burada meyvələri var. Burada dondurmalar götürə bilərsiniz, cürbəcür, hətta dietik dondurma belə mövcuddur. Qutab belə bişirirlər, göy qutabı, şirniyyatlar. Yüngül atışdırmalıq burgerlər. Otağımızın balkonundan sizə mənzərəni göstərmək istəyirəm. Xatırladaq ki, biz otelə rezervasiya edərkən deməmişik ki, biz turizm agentliyindən gəlmişik. Biz sadəcə istirahət məqsədli gəlmişik. Buna baxmayaraq otel bizə çox gözəl bir standart otaq verib, hansı ki dəniz mənzərədir, həmçinin də akvaparkı görmək olur. Akvaparkın iş saatları var.
Günorta saat 2-dən sonra axşamüstü saat səhv eləmirəmsə 5-ə qədər işləyir. Tam dəqiq bilmirəm. Amma yəni iş saatları olmağı 100%-dir. Çünki istər-istəməz bu səsli bir prosesdir. Ona görə yəqin ki, bunun iş saatları var. Uşaq baseynini görürük. Böyüklər üçün baseyn və dəniz mənzərəsi.